Alfa kursun 6-cı bərnaməsinə xoş gəlibsiniz. Sizə bundan danışmışdım ki, aya insan tarını tanımağa qadirdir ya yox. Və gördük ki, insan tarını tanımağa qadir deyil, məgər bu ki, tarı özünü ona aşkar etsin və onu tanımaq imkanını insan üçün fərahəm etsin. Müqəddəs kitabın bu haqda xoş bir xəbər var. Müqəddəs kitab deyir ki, tarı özünü insana aşkar edib, elə ki, insan onu tanıya bilsin. Və müqəddəs kitab bu sözə bunu da əlavə edir ki, tarı fəqət onda özünü insana necə ki var tanıdır. Və əgər insan tarını tanımaq dalıncadır, gərək fəqət müqəddəs kitaba müraciə etsin. Müqəddəs kitab tarıdan bizə düzgün bir tanışıq verir və onun dediklərinə dayanaraq insan qadir olur ki, tarı ilə canlı və iç tərəfli bir rabitə başlasın. Müqəddəs kitabı yetərincə araşdırarkən gördük ki, onun dediklərinə etimad edə bilərik. Və sonra buna başladıq ki, görək tarı müqəddəs kitabda özünü insana necə tanıdır. Və ona baxarkən gördük ki, tarı həm vahiddir, həm də şəxsiyyətmənd və həm də tək şəxsiyyətli yox. Gördük ki, tarı ruhdur, xaliqdir, fikir, şuur və iradəsi olaraq bu tarı şəxsdir. Şəxs olaraq da onu tanımaq imkanı insan üçün var. Nəhayət, keçən bərnamələrimizdə gördük ki, bu xaliq pərverdigar xilqət işini insanın xilqəti ilə başa gətirir və insanı öz surətində yaradır və onu kişi və arvad yaradır və onlarla iki tərəfli və canlı bir rabitə başlayır. Və bu rabitənin başlanışında tarı insana onunla olan rabitəsini tərif edir və sonra da Adəm və Havvanın bir-biri ilə olmalı rabitələrini onlara müşəxəs edir. Və Yaradılış kitabının 2-ci fəsil 26-cı ayəsində oxuyuruq, Adəm və arvadı ikisi də lüt idilər, amma bundan utanmırdılar. Və kaş ki, belə qalsaydı. Əgər belə qalsaydı, artıq müqəddəs kitabın 3-cü, 4-cü və başqa fəsillərinə ehtiyac olmazdı və biz hələ də əbədiyyətdə tarı ilə iç tərəfli və canlı bir rabitədə yaşayardıq. Amma çox təəssüf ki, belə olmadı. İnsanın azad iradəsi var idi və bu iradəyə dayanaraq eləyə bilərdi ki, hər an başqa bir seçimi olsun. Yaradılış kitabının 3-cü fəslində 4-cü şəxsiyyət mətrəh olur. Burada tarı idi, Adəm və Havva idi. Amma 3-cü fəslin 1-ci ayəsi belə yazır. Rəbb tarının yaratdığı bütün vəhşi heyvanlarının lap hiləkarı ilan idi. İlan arvada dedi, doğrudan tarı sizə deyib, bağda olan heç bir ağacın meyvəsindən yeməyəcəksiniz. Burada bu mətləbi araşdırmadan ilan ya da şərir və şərarət məsələsi mətrəh olur və bu sualına rastlaşırıq ki, bu səhnəyə ilan necə girdi? Necə ki, qabaq da sizə demişdim, müqəddəs kitabın əsl mövzusu tarı ilə insan arasında olan rabitədir və bütün o mətləblər haqqında danışır ki, bu rabitəyə, bu əlaqəyə mərbut olur. Amma onu oxuduqda belə anlayırıq ki, yaradılışdan qabaq çox təəssüflü hadisələr baş vermişmiş. Müqəddəs kitab bu barədə çox mətləb yazmır. Ancaq Eşaya Peyğəmbərin 14-cü fəslində və Hezeqiyal Peyğəmbərin 28-ci fəslində bu haqda bir şeylər yazılıb. Bu mətnlərdə görürük ki, şeytan adında bir vücuda işarə olunur. Şeytan İbrani dilində, yəni düşmən
ki görünür, şeytan ya da düşmən yaradılışında şeytan şəxsiyyətində yaradılmadı. O, Tanrının huzurunda duran gözəl bir mələk yaradılmışdı. Bu iki qismətin rəvayətindən cinə də elə məlum olur ki, mələklər də Tanrı ilə olan rabitələrində azad iradəyə sahib imişlər. Şeytan bir zaman buna qərar verir ki, bu rabitədən çıxsın və həyatına müstəqil və Tanrısız davam versin. Bu asiliyin nəticəsində şeytan Tanrının huzurundan qovulur və onunla bir çox mələk də qovulurlar. Müqəddəs kitab mələklər haqqında deyir ki, onlar xidmət edən ruhlardırlar. Və biz bu şeytanı müqəddəs kitabın 3-cü fəslində görürük ki, birdən səhnədə zahir olur. Doğrusu bizim bu modern əsrimiz pisliklər ilə elə boğulub ki, icazə vermir adam yaxşı və gözəl bir dünyanın yaranmasına inana bilsin. Bu qədər cənglər, qan tökmələr, zülmlər, naxoşluqlar, müsibətlər. Bunların arasında insan daim bu sualına güləşib ki, bu pisliklərin kökü nədir? Pisliyə səbəb olan nədir və ya kimdir? Əgər bu sualın qabağında şeytanı məsul görsədək, o zaman daha da çətin bir suala cavab verməliyik. Yaxşı bir Tanrı necə eləyə bilər şərarətə səbəb olan belə bir mövcud yaratsın? Tanrı hər şeyi qabaqdan, baş verməmişdən görürdü və bu yaradılışda da mühüm bir hədəfi var idi. Buna görə də yaxşı bilirdi ki, belə bir mövcud bu xilqətin başına nə gətirəcək? Buna görə də necə belə bir mövcudu yarada bildi? Nəinki dinlər Tanrını düzgün tanımırlar, nə deyim ki, şeytan və pisliyin də haqqında düzgün tanışığa çatmayıblar. İslamda bu Tanrıdır ki, şeytanı elə şeytan şəxsiyyətində yaradır. Elə ki, insanların inancını imtihana çəksin. Belə bir söz, əzizlərim, Tanrının özünü sual altına aparır. Çünki əgər Tanrı belə bir pisliyin yaratmasına qadir olsa, demək, özü də belə pisliyə tanışmış. Belə olsa da artıq Tanrı yaxşı ola bilməz. Müqəddəs kitab açıq aydın bundan söz edir ki, şeytan yaradılışı zaman yaxşı və gözəl bir mələk yaradılmışdı və Tanrı ilə olan rabitəsində azad iradəyə sahib idi. Baxın, Tanrı nəinki şəxsiyyətmən bir Tanrıdır, rabitəyə çox əhəmiyyət verir.
və bu rabitənin düzgün çalışması üçün yaratdıqlarını azad iradəyə sahib edir. Belə bir rabitədədir ki, səni sevirəm sözlərin düzgün mənası olur. Əgər mənim başıma topança dayayıb, məndən istəsələr ki, etiraf edim ki, məsələn, filan adamı sevirəm, əlbəttə ki, mən belə bir şeyə bu zor altında etiraf edəcəyəm. Amma bunu ancaq dilim etiraf edir, qəlbim yox. Əgər mən rabitələrimdə azad iradəyə və seçim qüvvətinə sahib olmazsam, o rabitələr düzgün ola bilməz. Tanrı olardı ki, insanı elə yaratsın ki, həmişə ancaq onu sevsin. Amma əgər belə etsəydi, insanla olan rabitəsi səhih olmazdı. Çünki bu rabitədə artıq insan azad iradəyə sahib deyildi. Eyni halda, əgər Tanrı istəsə də ki, cəhənnəm kimi bir yerin qorxusu ilə insanı dəhşət içində saxlayıb özünə müti etsin, bu rabitədə səhih olmazdı. Müqəddəs kitab şəxsiyyətli bir Tanrıdan söhbət edir ki, şəxsiyyətə sahib olan məxluqları ilə istəyir düzgün bir rabitədə olsun. Elə bu dəlilə görə hətta mələklər də Tanrı ilə olan rabitələrində azad iradəyə malikdirlər. Tanrı elə bir məhəbbət istəyir ki, azad iradəyə malik olan rabitənin çərçivəsində paylaşılır. Tanrı bütün rabitəsində elə bir rabitə dalıncadır ki, azad iradə üzərinə qurulur və heç vaxt heç kəsdən zorakı rabitə istəmir. Özünü də heç kəsə təhmil etmir. Üçüncü fəsildə görürük ki, ilan ki, bağın bütün heyvanlarından lap zirəki idi, arvaddan soruşur, aya Tanrı doğrudan sizə deyib ki, bağın meyvəsindən yeməyin? Əzizlərim, bu ilan xariqüladə bir iş görmür. Elə bir iş görür ki, biz insan tarixində daim onunla rastlaşırıq. O ancaq Tanrının dediyi sözünün üstünə bir sual əlaməti qoyur. Doğrudan, əgər insan Tanrı ilə canlı və ikitərəfli bir rabitədə olmasa, belə bir sual həmişə öz əsərini qoyar və rabitəni qırar. Bu sualın qabağında Həvvanın verdiyi cavab aydınca göstərir ki, Tanrı ilə olan rabitəsi nə qədər sustalmış və nə qədər qüvvətdən düşmüşdür. Həvva deyir, bağdakı ağacların meyvələrindən yeyə bilərik, amma bağın ortasındakı ağacın meyvəsi barədə Tanrı deyib, ondan yeməyəcəksiniz, ona toxunmayacaqsınız da, yoxsa ölərsiniz. Aya Həvvanın dediyi bu söz doğrudan Tanrının dediyi
həmən söz idi. Tarının sözü barədə məgər bu cavab Havvanın özü hiss etdiyi, özü düşündüyü değildi. Tarı toxunmaqdan söz etməmişdi ki. O şiddət ki, Havva tarının sözünün bəyanında ona qatır, aydınca görsədir ki, tarı haqqında qəlbində nə hisslər var. Tarı bu sözü onlara atabala rabitəsində demişdi və ondan məqsədi bu idi ki, onları qorusun. Lakin Havva bunu belə görmürdü ki, qorumaq yerinə məhrum etmək görürdü. Havvanın dediyi söz ancaq ilanın dediyinin nəticəsi deyildi. Tarının sözünü sual altına qoyub, onun barəsində şək yaratmaq belə bir cavaba xətm olmaz. Mən şəxsən elə düşünürəm ki, Havva dəfələrlə o ağacın qabağında durub, özündən soruşmuşdu ki, axı niyə mən bu meyvədən yeməyim? Məgər nə olar? Bu meyvənin yeməyinin axı nə ziyanı ola bilər? Bilirsiniz, Havvanın sözünün arxasında bu düşüncə var idi. Nə üçün tarı ilə olan rabitəmizi tarı tərif etsin? Onun hüdudlarını nə üçün tarı müşəxxəs etsin? Nə üçün mən özüm etməyim? Seçim barədə dediyim sözləri xatırlayırsınız. Burada arvad bu seçiminə üzbəüz durmuşdu. Ya bu rabitəni özü tərif etsin, ya da icazə versin ki, tarı onu tərif etsin. Arvad bu düşüncələrlə özünü elə bir vəziyyətə salmışdı ki, ilanın o sualı rahatca onu sındıra bilərdi. Havvanın cavabı onun öz içində nələr keçdiyini göz qabağına qoyur. Tarı o sözü elə deməmişdi. Tarının sözü bir ata sözü idi ki, balasına olan məhəbbəti üzündən istəyirdi onları mühafizət etsin. Amma nə deyim ki, Havva bunu məhrumiyyət görürdü. Belə bir zaman əzizlərim, adam ancaq o sözləri eşidər, o şeyləri görər ki, onların eşitməsinə, onların görməsinə özü də can atır. İlan Havvaya həmən o sözü dedi ki, Havva onu eşitməyə can atırdı. Görün Havva nə deyir? Havvanın dediyi, tarının onlara dediyi söz deyildi. Tarı iki tərəfli və canlı bir rabitədə onlara öz şəxsiyyətindən danışmışdı və onlara şəxsiyyətinin müqəddəs olduğunu açıqlamışdı. Onlara sevgi olduğunu demişdi. Lakin müqəddəs olduğundan da onlara danışmışdı və onlara demişdi ki, əgər müqəddəsliyi ayaq altına qoyulsa, onun şəxsiyyəti avtomat əmələ keçəcək və onun nəticəsində də onlar öləcəklər. Tarı bu sözü onlara məhəbbət və sevgi çərçivəsində deyirdi. Bunu deməkdən amacı bu idi ki, onlarla olan bu sevgi rabitəsini davamlı saxlasın və onların ölümünə mane olsun. Tarının bu sözdən məqsədi bu idi ki, onları qorusun. Dəfələr olur ki, məndən bu sualı soruşurlar. Nə olardı ki, tarı müqəddəsliyinin ayaq altında qalmasına göz yumsun və bu xatanı onların ziddinə tutmasın? Bilirsiniz, Pərverdigar nə qədər istəsə də, cinə belə bir işi görə bilməz. Əzizlərim, Pərverdigar bizim kimi deyil. O, öz şəxsiyyətinin ziddinə olan heç bir şey edə bilməz. Ona görə də
insanla olan rabitəsini tərif edir və çalışır ki, onlara müqəddəsliyini açıqlasın. Tanrı bunu deməkdə istəyirdi ki, insanı qorusun. Amma nə deyim ki, zaman ərzində Həvva mətləbi artıq belə görmürdü. Həvva Tanrının bu sözünü özü üçün qorunmaq yox, məhrumiyyət görürdü. Bu mətləb onun dediyi sözdən çox aydın görünür. Tanrı deyib ki, ondan yeməyəcəksiniz, ona toxunmayacaqsınız da. O ayıq olmaq sözü ki, məhəbbət içində bəyan olmuşdu, Həvvaya mane olan bir ixtar görünürdü. Qoyun bu barədə sizə bir təmsil gətirim. Hətmən siz də görübsünüz ki, bir kişi ilə bir arvadın arasında olan rabitə evlənməmişdən qabaq nə qədər sıcaq görünür. O zaman hər şey sevgi üstündədir. Amma evləndikdən bir neçə il sonra görürsən ki, onların o sıcaq sevgiləri artıq elə də sıcaq görünmür. Nə oldu ki, onların rabitəsi belə bir vəziyyətə düşdü? Nə üçün bir çox ər-arvadın əməli ki, evlənməmişdən qabaq eşq əməlləri idi, bir neçə il sonra icbari işlərə dönür. Bu sualın cavabı üçün gərək rabitəyə baxaq. Həvvanın məsələsində də belə olmuşdu. Mən həmişə buna işarə edirəm ki, sevgi və məhəbbət ancaq ehsasata əsas olan bir əməl deyil, daha çoxu iradəyə əsasdır. Biz həyatımızın hər anında buna qərar veririk ki, sevək və ya sevməyək, aşiq qalaq ya da qalmayaq. Həvvanın dediyi sözdən bəllidir ki, onunla Tanrı arasında olan rabitə başqa bir vəziyyətə dönüb. Həqiqi sevgi həmişə etimad yaradar. Və bu etimad bais olar ki, bütün sözlər necə ki deyilir, eləcə də eşidilsin. Onda tələb olan əməllər də heç vaxt icbari yox, könül üzündən olar. Həvvanın ürəyi səhv bir yerdəydi və o icazə vermişdi ki, zaman ərzində bu bəla daha çox başına gəlsin. Və insanın ürəyi belə bir vəziyyətdə olanda, əzizlərim, hər zamandan çox yıxılmağa hazırdır. Bu rəvayət belə davam edir. İlan arvada dedi, yox, əsla ölməzsiniz. Çünki Tanrı bilir ki, onun meyvəsindən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilib Tanrı kimi olacaqsınız. Kimin sözünə inanırıq? Biz həmişə rabitələrimizdə belə bir sualına rastlaşırıq. Kimin sözünə inanırıq? Baxın, sevgi və etimad bir-biri ilə qol-qola gedərlər. Sevgi olan rabitədə etimad güclü bir şəkildə əməl edər və etimad əməl edərkən bizim bir-birimizə olan sevgi də daha çox güclənib, daha çox artar. Bunlar həmişə qol-qola gedərlər. Nə olmuşdu ki, burada Həvva Tanrının sözünü yox, ilanın sözünü qəbul edir? Bu sualın cavabı indi bəllidir. Ona görə ki, sevgi güclü deyildi və nəticəsində də etimad artıq qalmamışdı. O zaman ki, iki nəfər bir-birlərini sevirlər, onların sevgisi özünü bir-birlərinə olan etimadda göstərir. Burada o əsir rabitə görürük ki, gözə görünmür. Onun üçün də Həvva
tarının sözünü yox, ilanın sözünü seçir. İlanın Havvaya dediği söz hemen o cavab idi ki, Havva onun eşitməsinə can atırdı, müştaqdı. Der vaqa ilan Havvaya bunu deyirdi. Nə üçün bu rabitənin hədd hüdudunu siz yox, tarı müşəxxəs etsin. Və bu elə həmən iş idi ki, tarı onlara tövsiyə etmişdi ki, əsla etməsinlər. Bu rabitəni doğru bir şəkildə ancaq tarı tərif edə bilərdi. Çünki Xaliq o idi, həyat verən o idi və insanın həyatı bu rabitənin davamına bağlı idi. Əgər insan bu rabitənin tərifinə çalışsaydı, nəhayət işi bir yerə yetirərdi ki, tarı onun həyatından kənar qalsın. Və bu da bais olardı ki, adam ölsün. Bu təhlükəli bir iş idi. Tarı onların mühafizəsi üçün onlara belə bir söz demişdi. Amma arvad bu fikirdeydi ki, niyə bunu o özü etməsin? İlanın təklif etdiyi də elə bu idi. Yaradılış kitabının 3-cü fəsil 6-cı ayəsi ilə hekayə elə davam edir. Arvad gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır. Gözə xoş görünür və bu ağac insanı ağıllı etməyə də çəkicidir. Onun meyvəsindən dərib yedi, sonra yanındakı ərinə də verdi. O da yedi. Mən şəxsən bu inancdayam ki, o ağacda elə də məxsus bir şey yox idi. Bağda olan hamı ağacların meyvəsi gözəl və yemək üçün yaxşı idi. Bu ağacda elə bir şey yox idi ki, başqalarında olmasın. Lakin Havvanın gözü üstündə artıq eynək var idi və hər şeyə bu eynəklə baxırdı. Və bu da bais olmuşdu ki, hər şeyi özü istədiyi kimi görsün. Çox zamanlar biz eşikdən aldanmırıq. İlan ya da şeytan biri kimiyə ehtiyac yoxdur ki, bizi eşikdən aldatsın. Biz özümüzü elə bir yerə qoyuruq ki, ancaq istədiyimiz şeyləri eşidirik və istədiyimiz şeyləri görürük. Və belə olur ki, aldanırıq. Havvanın tarı ilə olan rabitəsində məhəbbət hakim deyildi. Buna görə də eləyə bilmədi ki, tarıya etimad etsin. Və nəhayət də bu rabitə qırıldı. Onun meyvəsindən dərib yedi, sonra yanındakı ərinə də verdi, o da yedi. Havva bu işin əncamı ilə qərarını verdi. İstəmədi ki, artıq tarı tərəfindən tərif olunmuş rabitədə qalsın. Əgər diqqət edəsiz, gərçi tarı onlara demişdi ki, meyvəni yediyi gün öləcəklər, lakin Havvanın o meyvəni yediyi vaxt heç bir hadisə baş vermir. Çünki əgər baş versəydi, bəlkə də Adəm onu görüb əqəldən meyvənin yeməsindən çəkinərdi. Bəlkə də elə bu ki, heç hadisə görür, baş vermir, onu qane edir ki, arvadının sözünə qulaq asıb, o da meyvədən yesin. Doğrudan da niyə Havvanın meyvəni yediyində Havva ölmədi? Bunun cavabı üçün gərək qabaqçı söhbətlərimizə dönək. Tarı yaradan insan ancaq Havva deyildi. Adəm və Havva idilər. Və tarının planında onlar gərək bir-birlərinə elə yapışırdılar ki, artıq iki yox, bir olurdular. Adəm tarının huzurunda tarıdan aldığı əməlkər üçün cavabdeh tanınırdı. Gərçi Adəm və Havva tarının gözündə gərək elə bir-birlərinə yapışırdılar ki, daim bir qalırdılar. Amma tarı
bir sıra məsuliyyət kişidən istəyirdi, bir sırada arvaddan. Və burada bu kişi idi ki, arvadı haqda Tanrının huzurunda məsul tanınırdı. Və bunu onların ikisi də bilirdilər. Həvva qərar verir ki, artıq bu rabitədə olmasın və Tanrı səbr edir ki, bu barədə Adəmin nə edəcəyini görsün. Çünki bu haqda Adəm məsul tanınırdı. Ona görə də Həvvanın yediyi vaxt heç bir hadisə baş vermir. Adəm üçün lazım idi ki, bu barədə qərarını versin və çox təəssüf ki, Adəm də qərarını verir. Arvadı kimi o da istəyir ki, Tanrı ilə olan bu rabitədən çıxsın və bunu o meyvənin yeməsi ilə görsədir. Kaş ki, kişi o zaman özündən əksüləməl görsədirdi. Səhv anlamayın. Çox rahatdır ki, arvadı bu iş üçün danlayaq. Biz kişilər çox zamanlar belə etməyi sevirik və özümüzün haqlı olduğunu düşünürük. Daim arvada xatırladırıq ki, onun günahı yüzündən ölüm insan nəslinə hakim oldu. Baxın, doğru ki, meyvəni əvvəl Həvva yedi. Amma Həvva bu işi görməkdə aldandı. İlan Həvvanı aldatdı. Amma Adəm bu işi bilə-bilə etdi. Öz azad iradəsinə dayanıb belə bir qərar verdi. Adəm etdiyi iş üçün məsul idi. Yaradılış kitabının 3-cü fəsil 7-ci ayəsi belə deyir. O vaxt ikisinin də gözləri açıldı və lüt olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. Məgər onların gözləri kör idi. Nə hadisə baş verdi ki, qabaqca görmədiklərini indi görsünlər. Bu işdən sonra birinci mətləb ki, başa düşdülər, bu idi ki, lütdürlər. Adəm və Həvva Tanrı ilə olan rabitələrini pozduqda, içlərinə Tanrının huzuru boyda böyük bir boşluq hakim oldu. Necə ki, Tanrı özü də onlara ixtar vermişdi. Adəm və Həvva bu rabitədən çıxdıqda, Tanrının ruhu da onlardan çıxıb getdi. Tanrının ruhu onlarda olmadıqda, onların gördükləri artıq Tanrının gördükləri ilə fərq edirdi. Onlar artıq hər şeyə Tanrının gözü ilə baxmırdılar. Gözləri açılmışdı və lüt olduqlarını başa düşdülər. Buraya diqqət edin. Görün bədənlərinin hansı hissəsini lüt görüb utandılar. Elə o yeri ki, onları bir bədən edirdi və oranı əncir yarpağı ilə örtdülər. İndi o iş ki, buracaq müqəddəs idi, yəni onların cinsi rabitəsi və onları iki yox, bir edirdi. O iş ki, onların birliklərinin lap üstün yeri idi, indi onlara utanc qaynağı olmuşdu.
Tanrının ruhu insandan çıxıb gedir və bunun nəticəsində Adəm və Həvvanın birliyi də aradan gedir. Onların bir-birləri ilə olan rabitəsi, onların Tanrı ilə olan rabitələri üstündə qurulmuşdu. Artıq bir-birlərini kamil etmirdilər. Tanrının ruhunun insanda olmadığı birinci əsərini kişi və arvadın rabitəsinə qoyur və onlar çalışırlar ki, bu lütlüyü bir nəhvlə ölçsünlər. Halbuki bu lütlük zahiri yox, batini idi. Laf çəkici mətləb budur ki, insan tarix güzarında daim bu çalışdadır ki, bu lütlüyü bir nəhvlə ölçsün. Dinlər çıxardır, fəlsəfələr qoşur, lakin lütlük hələ də yerindədir. Bu lütlük batinidir. Bu lütlük əxlaqidir. Bu lütlük ruhanidir. Dinlər və fəlsəfələr vasitəsilə bu lütlük örtülə bilməz. İnsanın içinə oturan bu boşluq zehni yox, əzizlərim, əxlaqidir. İnsanın lütlüyü cismani yox, ruhanidir. Adəm və Həvva, kişi və arvad artıq elə bir vəziyyətdə deyildilər ki, bir-birlərini kamil edə bilsinlər. Yaradılış kitabı sözün davamını belə tutur. Onlar günün sərinliyində bağda gəzən Rəbb Tanrının səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Tanrının huzurundan qaçıb özlərini bağdakı ağacların arasında gizlətdilər. Burada belə bir şey yox idi. Nə qədər ki, rabitədə məhəbbət var, onda qorxu olmaz. Qorxu o zaman hakim olar ki, rabitədə sevgi artıq yoxdur. Bu üzdən də din və məzhəb insanlarda Tanrı haqqında məhəbbət yox, qorxu yaradırlar. Çünki insanla Tanrı arasında rabitə qura bilmirlər. Tanrının ruhunun insandan getməsi onda başqa bir əsərdə qoyur. Qorxunu onlara hakim edir. Onlar Tanrının huzurundan qorxurlar və özlərini gizlədirlər. Bu gizlənmək oyunu hələ də insan camiəsində sürür. İnsan hələ də çalışır özünü bir nəhvlə Tanrıdan gizlətsin. Rəbb Tanrı Adəmi səsləyib deyir, haradasan? Tanrı Adəmin harada olduğunu bilirdi. Bu Adəm idi ki, özünün harada olduğunu bilmirdi. Bilirsiniz niyə? Çünki Adəm itmişdi. Tanrının ruhu Adəmin içində olanda bilirdi ki, bu həyatın nə məqsədi var, nə mənası var, haradan gəlib, haraya gedəcəyini də bilirdi. Onlar Tanrı ilə olduğu rabitədə razı olurdular və cavabsız sualları da yox idi. Lakin o zaman ki, Tanrının ruhu onların vücudlarından gedir, itirlər, elə bir vəziyyətə düşürlər ki, ruhani baxımdan itmiş olurlar. Artıq haraya gedəcəklərini bilmirdilər. Bu həyatın amacını bilmirdilər. Onların gözləri həyatın bütün amaclarına kör olmuşdu. Adəm Tanrıya belə cavab verir. Bağda sənin səsini eşitdim və lüt olduğum üçün qorxdum, ona görə də özümü gizlətdim. Tanrı dedi, kim sənə bildirdi ki, lütsən? Aya o ağacın meyvəsindən yeyibsən ki, sənə ondan yeməyi qədəğən etmişdim? Adəm gərək etdiyi əməlinin üstündə bir düşünürdü. Və burada nə də aydın görürük ki, Tanrının ruhu insanın vücudunda olmadıqda, insan nə təhər mövcuda çevrilir. Adəm cavabda çalışır ki, öz işini təmizə çıxarsın və difa edib deyir, bu arvad ki, mənimlə olmaq üçün mənə verdin, o ağacın meyvəsindən mənə verdi, mən də yedim. Burada hər şey eşq idi. Onların həyatı
sevgi üstündə idi. Kamil etmək üstündə idi. Amma indi onların həyatı bir müsabiqə meydanına dönmüşdü. Və hər biri çalışırdı ki, bu rəqabətdə bərəndə olub öz canını qurtarsın. Və bu işdə də hər kəs təqsiri o birisinin başına atır ki, özünü qurtarsın. Və əsla mühüm də deyil ki, o birisinin başına nə gəlir. Adəm, haradasan? İnsan haradaydı? İnsan öz azad iradəsinə dayanaraq tarını qəsdi bir şəkildə öz həyatından eşiyə salmışdı və beləcə tarının ruhu ki ona əbədi həyat verirdi, onun vücudundan getmişdi. İnsan özünü elə bir vəziyyətə salmışdı ki, artıq heç şey ona tanış gəlmirdi. Varlığının məqsədini bilmirdi. Haradan gəlib haraya gedəcəyini bilmirdi. İnsan artıq bitmişdi.